Şəhid şəkillərinə toxunmayın. O şəkillərə baxanda hansısa ana təsəllisini tapır. Analar var deyir ki, oğlumun şəklinə toxunsalar həmin gün ölərəm. Çünki deyir, mən o yolu keçəndə oğlumun şəklini görəndə elə bilirəm ki, o sağdır, o yaşayır. Və bugün hansısa icra başçısının qəhrəman oğul görmək xoşuna gəlmir. Niyə? Siz də bu Azərbaycanın oğlusuz, şəhərin inkişafı, hansısa kəndin inkişafı filan çox gözəl başa düşürəm. Bunlar olmalıdır. Amma mütləq şəhid şəkillərinin kəsilməsi üzərində olmalıdır. Toxunmayın şəhidlərə. Bugün uşaqlar var, şəhidlər xiyabanına gedib, ata mən gəlmişəm deyib, məzar daşlarını qucaqlayırlar. Toxunmayın şəhidlərə. Qoyun müqəddəs nəyimizsə qalsın bizim. Rahat kresloda əyləşənlər, çölə çıxmıram, soyuq olar. Atanın balası, necəsən yerin rahatdır deyənlər zaten anlamaz ki, şəhid nə deməkdir. Şəhid evinin çırağı sönən anlayar. İki balası eyni vaxtda dünyasını dəyişmiş gətirilən